Gəncə Regional Debat Mərkəzi və Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə Qərb Regional Debat Forumu yaz 2013 keçirilib. Tədbirdə ən yaxşı natiq tələbələrə və komandalara mükafatlar təqdim edilib. Yarım aya yaxın müzakirələri davam edən debatın bugün son günü idi. Gənclərin sahibkarlıq fəaliyyəti sosial-iqtisadi inkişafa müsbət təsir göstərir mövzusunda olan tədbirdə Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrindən 200-ə yaxın gənc iştirak edib. Forumun bugünkü yığıncağında isə 90-a yaxın gənc natiq çıxış edib. Həm komanda şəklində, həm də fərdi natiqlik qabiliyyətinin ölçüldüyü debatda qaliblərin mükafatlandırma mərasimi keçirilib. Qalib komandaya kubok, iştirakçılara isə medal və sertifikatlar təqdim edilib. Forum Qərb Regional Gənclər Debat Forumu yaz 2013 adlanır. Mövzu gənclərin sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Müxtəlif maraqlı müzakirələr keçirilmişdi və yekunda 2 komanda finala çıxmışdı. Finalda qalib olaraq Gəncə Dövlət Universiteti seçilmişdi. Eyni zamanda 10 ən yaxşı natiq mükafatlandırılmışdı. Yəni 90 nəfər gənc içərisində nitq qabiliyyətinə görə seçilən 10 ən yaxşı natiq. Bu debat proqramının əsas məqsədi gənclərin dünya görüşünün, intellektual səviyyəsinin, liderlik qabiliyyətinin və ən əsası natiqlik bacarığının artırılmasıdır. Qeyd edək ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun artırılması üzrə müzakirələr aparılan debat 2011-2015-ci illərdə Azərbaycan Gəncliyi Dövlət proqramına uyğun təşkil edilib. Elturan İbrahimli, Anar Məhərrəmoğlu, Kəpəz TV.